Onların həyatında bidətlərin zuhur olması bunun altında iki məsələ vardır. Birinci məsələ bidətin üzə çıxmaq vaxtıdır. Bidət nə vaxt çıxıbdır? Bu barədə Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki: "Va'lam enne ammatal bid'i mutaalliqati bil ulum vel ibadat innama waqa fil ummati fi awakhir al khulafa raşidin." Bil ki, bütün o bidətlər ki var, elmlərdə, ibadətlərdə, ümmətin axırıncılarının vaxtında baş veribdir bu. Ne deməkdir ümmətin axırıncılarında? Yəni, Xulafə Raşidin axırıncılarında başlayıbdır. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bu barədə xəbər vermişdi. Demişdi ki, "Mən ya'iş minkum fəsəyər ixtilafən kəsirən." Sizdən kim yaşasa çoxlu ixtilaf görəcəkdir. Sizdən kim yaşasa çoxlu ixtilaf görəcəkdir. Fəaleykum bi sünnəti və sünnətil xulafə raşidin el-məhdiyin. Sizin üzərinizə mənim və xulafə raşidin sünnəti. Yəni onunla neyin? Möhkəm yapışır. Bunu əmr edir Peyğəmbər sallallahu əleyhi və səlləm. İxtilafın olmağını xəbər veribdir. Olacaqdır. Çoxlu ixtilaflar görür. Demək, ən birinci bidət xulafə raşidin nədir? Ümmətdə axırlarında ümmətdə baş veribdir. Ən birinci bidət qədəri bidəti oldu. İrcə bidəti oldu. Şiyəlik, təşəyyü, şiyələşmə bidəti oldu və xavaric bidəti oldu. Yəni 4 əsas 4'dür, bəziləri isə ora Mu'tazilələr də qatır və deyirlər ki, bütün bu firqələrin 73 firqənin kökü 5 dənə firqədən gəlir. O vaxt ki, Osman radiyallahu anh'un ölümündən sonra bu firqələr baş verdi. Haruri bidəti üzə çıxdı. Haruriyə, yəni bunlar Haruri yerinə aid olan bir toplum cəmaat olubdur. Yəni bunlar xavariclər olublar. Sonra sahabələrin əsrinin axırlarında qədəri firqəsi oldu. İbn Ömər'in vaxtındaydı. İbn Abbas'ın və Cəbirin və onun mislində olan sahabələrin qədəri firqəsi çıxdı. Sahabələrin bunlar zaman sahabələri idilər də, bunlar dövr bunların idi. Yaşlaşmışlar. Məsələn, bunların vaxtında qədəri firqəsi üzə çıxdı. İbn Ömər, İbn Abbas, Cəbir və onun mislində olan sahabələrin. Murciyalıqda elə qədəriyə yaxın, qədəri firqəsinə yaxın nədir? Üzə çıxmışdır. Amma cəhmiyələr isə, bunlar tabeinlərin vaxtının axır vaxtlarında, Ömər ibn Abdüləzizin ölümündən sonra baş verdi cəhmiyələr. Artıq rəvayət olmuşdur ki, o onlardan çəkindirmişdir. Və kənə zuhuru Cəhm bi Xurasan, Cəhim Xurasanda Hişam ibn Abdullah'ın xəlifəliyi vaxtı üzə çıxmışdı. Xurasan İran'da, yəni Cəhm. Bu bidət 2-ci əsrdə üzə çıxmışdır. Həmin vaxtda sahabələrdən olan var idi. Onun əhlinə inkar eləmişlər bunu. Onun əhlinə neynəmişlər? İnkar eləmişlər. Sonra zahar bidətul i'tizal. Sonra Mu'taziləlik, yəni i'tizal bidəti üzə çıxdı. Müsəlmanlar arasında fitnələr baş verdi. Onların rəy ixtilafı üzə çıxdı və bidətə meyl eləmək. Havıya, bidətə meyl eləmək. Sonra sufilik bidəti çıxdı. Sufilik bidəti də qəbirlər üzərində binalar eləmək. Bir ölüb, o qəbrin üzərində başladılar binalar tikməyə. Yəni bunlar hamısı nədən sonra baş verib? Fəzilətli əsrdən sonra. Fəzilətli əsr neçə əsrdir? 3 əsr. 221-ci ildə, bəzi rəvayətə görə 218-ci ildə hicrətin
Bəzi rəvayətdə 210-cu ildə hicrətin nədir? Bu fəzilətdə əsr qutarıbdır. Əsr dedikdə burada şərt deyil ki, 100 il tamamlansın. Həmin əsrin əvvəlindən neçə ildə keçsə belə, həmin əsr sayılır. Yaxşı. Bizə bir sonra biz 21-ci əsrdəyik misalı. 20 ildir keçib, amma biz 21-ci əsr misal üçün də. Yaxşı. Və həqiqətə kulləmə təəxirəl vaxt, beləliklə hər səfər vaxt keçdiksə, uzandıqca bidətlər də artır və növləri çoxalır. Bu nə idi? Birinci, bidətin zahir olmaq nə idi? Vaxtı idi. İkincisi isə bidətin zahir olan məkanı. Bidətin zahir olan məkanı. İslam ölkələri bidətlərin zahir olmasında fərqli idi. Yəni, müxtəlif İslam ölkələrində müxtəlif bidətlər çıxmışdı. Şeyxülislam İbn Teymiyyə rahimehullah demişdi ki, فإن الأمصار الكبار التي سكنها أصحاب رسول الله صلى الله عليه وسلم وخرج منها العلم والإيمان خمسة. Demək, o böyük şəhərlər ki var, hansı ki orada Allahın Resulü sallallahu aleyhi ve sellem sahabələri yaşayıbdır, böyük şəhərlər, oradan elm və iman çıxıbdır, 5 dənədir. 5 şəhərin, 5 ölkənin adını çəkir. Haramən, yəni Məkkə ilə Mədinədir. Vəl-İraqan və Şəm. İraqan Küfə ilə Bəsrə gedirdi də. Və Şam. Şamda Misir və Fələstin zadində deyək də, bu əraziləri gedirdi. Hamısı bura Şam əraziləri idi. Oradan Quran, hədis, fiqh, ibadət və İslam işlərində tabi olan hər bir şey oradan çıxmışdı. Yəni sahabələr hardasa elmi yayırdılar. Bu şəhərlər və xaracə min həzil əmsar bidəun usuliyyətun qeyril mədinətin nəbəviyyə. Demək, Peyğəmbər s.ə.v-in şəhərindən başqa bu yerdə qalan şəhərlərdən bidətin əsilləri çıxıbdır. Təsəvvürə gəlin. Kufədən şiəlik, murciyalıq çıxıb. Ondan sonrası yayılıb, başqa yerlərə gedib. Bəsrədən Qədəri və Ə'təzəl, Mu'təzilələr yəni. Qədəri və Ə'təzəl firqəsi çıxıbdır. Və ondan sonra başqa yerlərdə yayılıbdır. Şamdan Navasiblər və Qədərlilər çıxıbdır, həmçinin Şamdan. Amma Cəhmili isə bu deyir, Xorasan tərəfdən çıxıbdır. Bidətlərin ən şərlisidir Cəhmiyələr. Çünki Cəhmiyələr Allahın adlarını da, sifətlərini hamısını inkar edirlər. Əuzu billah. Və kənə zuhurul bid'a bihəsbil bu'du anid-dər'in nəbəviyyə. Nə qədər ki, Peyğəmbərin şəhərindən uzaq düşürdülər. Çünki elm oradaydı əsl. Oradan nə qədər ki, uzaq şəhər nə qədər uzaq etsə də, o qədər də bidətlər nədir üzə çıxmışdır. Osman radiyallahu anh gətiriləndən sonra bu firqəlik, bu aralanma baş verir, Həruri bidəti baş verir. Amma Peyğəmbərin şəhərində isə salamatçılıq idi. Bu bidətlər üzə çıxmamışdı. Bax, Meyraçı olubsun, orada gizlədənlər olubdu, yəni içlərində. Amma üzə nədir? Üzə çıxmayıbdı. Çünki həmin kəslər həmin vaxtı, həmin o bidət əhli zəif idilər. Qınaq altına düşərdilər sırazı. Ona görə üzə çıxar. Bu bidət əhlinin üslublarındandır. Güclənənə kimi üzə çıxartmırlar özlərini. Bu yadda saxlayın. İz kənə bihə qavmun minəl qadariyyəti və qeyrihim və ləkin kənu məkurinə zəlilin. Yəni, həmin vaxtı qədərlər var idi. Onlar amma məğlub, zəlil bir şəkildə idilər. Qədərlər və başqaları var idi. Prosto zəlil bir formada olduqları üçün özlərini üzə çıxartmırdılar. Amma üzə çıxanlar kimlər idi? Küfədə şiəlik, murciyalıq, Bəsrədə Mu'təzilələr, Şamda Navasiblər, onlar üzdə idilər. Amma Mədinədə üzə çıxara bilmirdilər özlərdə. Subhanallah. Peyğəmbər sallallahu əleyhi və səlləm səhih olaraq bir hədis gəlmişdi ki, sabit olmuşdu ki, Ənə-Dəccələ lə yədxuluhə.
Dəccəl Mədinəyə girə bilməyəcəkdir. Subhanallah, mələklər Allah'ı qoruyacaqlar. Orada elm və iman Məlikin ashablarının zamanına kimi orada elm, iman zahir olubdur. Və hum min əhlil qarn-ı rabi. Yəni onlar da 4-cü əsrdə olublar. Məlikiyələr, Ashab-ül Məlik dedikdə, yəni orada olublar və İbn Teymiyyə Rəhməhullah danışır bu söhbəti. İbn Teymiyyə Rəhməhullah bu söhbəti danışır. Mədinədə Dəccəl daxil ola bilməyəcəkdir. Orada elm və iman Məlikin ashablarının vaxtına kimi orada olubdur. Onlar isə 4-cü əsrdə olublar. فأما العصور الثلاثة المفضلة فلم يكن فيها بالمدينة النبوية بدعة ظاهرة البتة. Yəni 3 əsrin içində, fəzilətli 3 əsrin içində orada bir dənə də zahirdə bidət olmayıbdır. Yəni dinin əsrlərində olan bidət, bir dənə bidət olunmuyor ki, yəni yeni bir bidət çıxsın olsun, heç vaxtı olmayıbdır. Necə ki, o başqa şəhərlərdə, ölkələrdə zikirlədik ki, bunlar olmuşdur. Demək, bu müsəlmanların həyatında bidətin zuhuru